Salam, hər vaxtınız xeyirli olsun. Coğrafiya test toplusu suallara qaldığımız yerdən davam edirik. Sual 40. A və B məntəqələr arasındakı hündürlük fərqinin 120 metr olması üçün kəsmə yüksəkliyi neçə olmalıdır? Biz bunu iki yolla həll edə bilərik. Bir, cavabları yoxlaya bilərik. Gəlin ilk öncə onu edək. A variantı 60 metrdir deyir kəsmə yüksəkliyi. Baxaq. Dəniz səviyyəsi sıfırdırsa, bura olacaq 60, 120, 180. B-nin mütləq hündürlüyü 180 olur. A-nın mütləq hündürlüyünə baxaq. Bura 0, bura 60, 120, 180, 240. A-da olur 300. Aralarındakı hündürlük fərqinə baxaq. B 180, A 300 aralarındakı hündürlük fərqi həqiqətən 120 olur. Deməli, elə doğru cavab 60 metrdir. Bəs başqa yolla necə həll edə bilərik? Baxırıq, B neçənci horizontalda yerləşir? 1, 2, 3. A neçənci horizontalda yerləşir? 1, 2, 3, 4, 5. 5-ci horizontalla 3-cü horizontal arasında 2 boşluq fərq var. Biz hündürlük fərqini də bilirik, 120 metrdir və 120 metr aradakı boşluqların sayına bölsək, yəni 2-yə bölsək, cavab edir 60. Yəni bu yolla da həll edə bilərdik. 40-ın doğru cavabı A variantıdır. Sual 41. 1 bölünsün 100 miqyaslı xəritədə iki məntəqə arasında 4 sm məsafə var. Yüksəklik fərqi isə 200 metr olarsa, meyliliyi tapın deyir və faizlə istəyir bizdən. Gəlin meyliliyin düsturunu yazaq birinci. Deməli, meylilik faiz bərabərdir. Hündürlük bölünsün məsafə vurulsun 100%. Bu bizim düsturumuz. İndi verilən rəqəmləri yerinə qoyub hesablama işlərini apara bilərik. Deməli, meyillilik faiz bərabərdir. Hündürlük nə qədər idi? 200 metr. 200 metr. Məsafəni də verib, daha doğrusu biz həqiqi məsafəni tapmalıyıq. Miqyas olacaq 1 kilometr. Xəritədəki məsafə 4-dürsə, həqiqi məsafə olacaq 4 kilometr. Yəni 4 vurulsun 1, 4 kilometr. 4 kilometrdən metrə çevirməliyik. 4000 metr edir. Birbaşa yazdım mən. İnşallah ki, bu hissələr sizə aydın oldu. 100%-ə vuraq. Metrə çevirdik ki, ixtisar apara bilək. Deməli, sıfırlarımızı ataq. 20-ni 4-ə böləndə edir 5. Cavab 5%. Yəni, düstura əsasən hesablama işi apardıq. 41-in doğru cavabı oldu B variantı. Sual 42. A nöqtəsinin hündürlüyü 300 metr, B nöqtəsinin hündürlüyü isə 1100 metrdir. A və B nöqtələr arasındakı 4 kilometr məsafə olduğunu bilərək, meyliliyi hesablayın həm faizlə, həm promillə. Faizlə hesablayanda 100-ə vururuq düstura əsasən, promillə hesablayanda 1000-ə vururuq. Deməli, indi biz ilk öncə aralarındakı hündürlük fərqini gəlin tapaq. A nöqtəsi 300-dür, B nöqtəsi 1100 metrdir. Onların arasındakı hündürlük fərqi 1100 çıxılsın 300 bərabərdir 800 metr. Bu bizim oldu hündürlük fərqimiz. Yenə düsturumuzu yazaq. Meyillilik faiz bərabərdir. Hündürlük bölünsün məsafə vurulsun 100%. Məsafəni baxaq görək, məsafə neçə kilometrdir? Məsafə də 4 kilometrdir. İndi qoyub yerinə hesablaya bilərik. Hündürlüyümüz 800 metr. Məsafəni də kilometr metrə çevirək, işimiz rahat olsun. 4000 metr. Vurulsun 100%. İxtisarlarımızı aparaq. 80-i 4-ə böləndə edəcək 20%. Faizlə tapdıq. Promillə tapmaq üçün də yəni biz 1000-ə vurmalıyıq. Ona görə promillə də olanda olacaq 200 promil. Cavab olacaq deməli 20% və 200 promil. Cavablara baxırıq. 42-nin doğru cavabı C variantıdır. Keçdik 43-cü suala. Doğru fikri müəyyən edin. Məntəqənin dünya okeanı səviyyəsindən olan hündürlüyü nisbi hündürlük adlanır ifadəsi yanlışdır. Çünki dünya okeanı səviyyəsinə olan hündürlük mütləq hündürlükdür. B-yə baxırıq. Berg ştrixə əsasən səth axınlarını təyin etmək mümkün deyil ifadəsi yanlışdır. Çünki mümkündür. C-yə baxırıq.
Plan və topoqrafik xəritələrdə kəsmə yüksəkliyi bütün hissələrdə sabit olur ifadəsi doğru ifadədir. Qurucun doğru cavabı C variantıdır. Digərlərinə də baxaq. D. Kiçik və orta miqyaslı xəritələrdə kəsmə yüksəkliyi sabit olur. Bu yanlış ifadədir. E-yə baxırıq. Fiziki xəritələrdə horizontalların arası quruda batiqrafik, suda isə hipsometrik şkalaya əsasən rənglənir. Bu da yanlışdır. Əksinə quruda hipsometrik, suda isə batiqrafik şkalaya əsasən təyin edilir. Deməli, 43-ün doğru cavabı C variantıdır. Keçdik 44-cü suala. 3 səyyah eyni vaxtda, eyni məntəqədən müxtəlif istiqamətlərdə hərəkətə başlamışdır. Gəlin bunu çəkək. Deməli, birinci səyyah əvvəlcə 90 dərəcəlik azimutla 7 kilometr. Deməli, məntəqə olsun bura, başlanğıc məntəqə. Birinci səyyah deyir 90 dərəcəlik azimutla 7 kilometr. 7 kilometr. Sonra isə 270 dərəcəlik azimutla 14 kilometr hərəkət etmişdir. 270 yəni əksinə gedib və bu səfər 14 kilometr gedib. Yəni buradan keçib 270 dərəcə. Ümumilikdə 14 kilometr hərəkət etmişdir. İkinci səyyah isə başlanğıc məntəqədən əvvəlcə şimala 7 kilometr, şimala 7 kilometr yazaq onu da 7 kilometr. Sonra isə 270 dərəcəlik azimutla daha 7 kilometr məsafə qət etdi. Yine buradan bura 7 kilometr gedib. Üçüncü səyyah isə əvvəlcə cənuba 14 kilometr. Üçüncü səyyah da cənuba doğru 14 kilometr gedib. Sonra isə 270 dərəcəlik azimutla 7 kilometr hərəkət etmişdir. 270 dərəcəlik azimutla 7 kilometr hərəkət edib. İkinci səyyah üçüncü səyyahın yanına getmək üçün hansı azimutla və neçə kilometr yol getməlidir? İkinci səyyah bu idi, üçüncü səyyah da bu. İkinci səyyah, üçüncü səyyahın, burada yaxşı çəkməmişim. Üçüncü səyyahın yanına getmək üçün təbii ki, cənub istiqamətində getməlidir. 180 dərəcəlik azimutla. Neçə kilometr? İndi baxsaq, yəni bunlar qarşı tərəflər bir-birinə bərabərdir. Biz tapa bilərik 14 kilometrin üstünə 7 kilometr gəlsək, çünki buradan bura 14 kilometr idi, buradan da bura 7 kilometr idi. 14 kilometrin üstünə 7 kilometr gələndə edirik 21 kilometr. Bizdən də nə istəyirdi? Hansı azimut və neçə kilometr yol? 180 dərəcəlik azimutla 21 kilometr yol getməlidir. Deməli, doğru cavab 44-də B variantıdır. Sual 45. Yenə eyni tipli sualdır. 3 səyyah eyni vaxtda, eyni məntəqədə müxtəlif istiqamətlərdə hərəkətə başlamışdır. Birinci səyyah əvvəlcə 90 dərəcəlik azimutla, bunu da çəkək, məntəqə olsun bura. Deməli, birinci səyyah əvvəlcə 90 dərəcəlik azimutla 8 kilometr gedib. Sonra isə 270 dərəcəlik azimutla 10 kilometr, yəni yenə əksinə gedib, buradan gəlib keçib 16 kilometr ümumilikdə. 16 kilometr. İkinci səyyah isə başlanğıc məntəqədən əvvəlcə şimala 8 kilometr, sonra isə 270 dərəcəlik azimutla daha 8 kilometr məsafə qət edib. 270 dərəcəlik azimut, çəkək onu, 8 kilometr hərəkət edib. Üçüncü səyyah isə əvvəlcə cənuba 16 kilometr, üçüncü səyyah cənuba 16 kilometr.
Sonra isə 270 dərəcəlik azimutla 8 kilometr hərəkət etmişdir. Deməli, 270 dərəcəlik azimutla 8 kilometr hərəkət edib. Üçüncü səyyah birinci səyyahın yanına getmək üçün hansı azimutla və neçə kilometr yol getməlidir? Birinci səyyah buradaydı, üçüncü səyyah da buradadır. Üçüncü səyyah birinci səyyahın yanına getmək üçün təbii ki 0 dərəcəlik azimutdan istifadə etməlidir. Və neçə kilometr yol getməlidir? 16 kilometr. Buradan bura 16 kilometr idi. Cavablara baxaq. 0 dərəcə və 16 kilometr 45-in doğru cavabı C variantıdır. Sual 16. A məntəq 46 daha doğrusu üzr istəyirəm. A məntəqəsindən səyahətə başlayan iki səyyahdan birincisi, deməli gəlin çəkək onu da A məntəqəsindən. Məntəqəmiz A məntəqəsidir. Səyahətə başlayan iki səyyahdan birincisi 45 dərəcəlik azimutla hərəkət edib 10 kilometr. Etdikdən sonra B məntəqəsinə çatıb. İkinci səyyah isə həmin məntəqədən 315 dərəcəlik azimutla eyni məsafə qət etdi. 315 dərəcəlik azimutla yenə 10 kilometr gedib. İndi nə deyir? Birinci səyyah ikinci səyyahın yanına ən qısa yolla getmək üçün hansı azimutdan istifadə etməlidir? Təbii ki 270 dərəcəlik azimutdan istifadə etməlidir birinci səyyah ikinci səyyahın yanına getmək üçün. Cavablara baxaq. 46-nın doğru cavabı Y variantıdır. 270. Sual 47. Cənub qütbündən 0 dərəcəlik azimutla səyahət edən birinci qrupun səyyahları B məntəqəsinə çatdılar. Eyni azimutla hərəkət edən ikinci qrupun səyyahları A məntəqəsinə çatdılar. Gəlin baxaq. Deməli, bura Cənub qütbüdür. Deyir ki, birinci qrup səyyahları 0 dərəcəlik azimutla gediblər, yəni şimala doğru gediblər. Gəlib çatıblar B məntəqəsinə. İkinci qrup gəlib çatıb A məntəqəsinə. İndi nə deyir? Birinci qrupun səyyahları, yəni B məntəqəsində olanlar, A məntəqəsində olanların yanına ən qısa yolla hansı azimutla getməlidirlər? Baxsaq dərəcələrə görürük ki, B məntəqəsi 120 dərəcə şərq uzunluğuna yaxın bir yerdədir. Bunu hardan bildik? Təbii ki, baxırıq, burada Cənubi Amerikada gördüyümüz kimi, burada şeydə Avstraliya materikidir. Təbii ki, 120 dərəcəlik şərq uzunluğudur bura və şərq istiqamətində hərəkət etsələr, gəlib çatacaqlar 180 dərəcəlik uzunluğa, yəni A məntəqəsinin yerləşdiyi uzunluğa. Yəni onlar şərq istiqamətdə getməlidirlər. Şərq istiqamətdə və B də şərq uzunluğunda olduğu üçün şərq uzunluğundan şərqə doğru getsək biz 90 dərəcəlik azimutdan istifadə etməliyik. İndi baxırıq cavablara. 47-nin doğru cavabı A variantıdır. Sual 48. Berqiştirik haqqında uyğunluğu müəyyən edin. A. Kəsmə yüksəklik təyin edilir. Yazıb doğrudur. Xeyr, berqiştiriklə biz kəsmə yüksəkliyi təyin etmirik. B-yə baxırıq. Səth sularının axın istiqaməti təyin edilir. Bəli, amma yazıblar yanlışdır. Deməli, burada da uyğunluq pozulub. C-yə baxırıq. Nisbi və mütləq hündürlüyü təyin etmək mümkündür. Doğrudur yazıb. Doğru deyil, yanlışdır. Nisbi və mütləq hündürlüyü biz berqiştirikə əsasən təyin etmirik. D-yə baxırıq. Relyefin qabarıq və ya çökəklik olduğunu təyin etmək mümkündür. Bu doğru ifadədir. Burada uyğunluq gözlənilib. 48-in doğru cavabı D variantıdır. Y-yə baxaq. Yamacın meylliliyini təyin etmək mümkündür. Bəli, mümkündür, amma burada yazıblar yanlışdır. Deməli, bu da səhvdir. Uyğunluq pozulub. 48-in doğru cavabı D variantıdır. Sual 49. Sxemə əsasən K məntəqəsinin hansı hündürlüklər arasında yerləşdiyini müəyyən edin. Biz ilk öncə kəsmə yüksəkliyi tapırıq. Necə? Bura dəniz səviyyəsidir. Dəniz səviyyəsi bilirik ki 0 metrdir. Buradakı mütləq hündürlüyü də bilirik 600 metr. İndi biz kəsmə yüksəkliyi tapacaq. Aradakı boşluqları sayaq. 1,
2, 3, 4. 600-ü 4-ə böləndə edir 150 metr. Deməli, kəsmə yüksəkliyi tapdıq, 150 metrdir. İndi biz hesablayaq. Bura 0-dırsa, bura 150-dir. Bura olacaq 300, burada olacaq 450. Deməli, K 300 ilə 450 metr arasında bir yerdədir. 49-un doğru cavabı D variantıdır. Keçdik 50-ci suala. Sxemə əsasən K məntəqəsi ilə A məntəqəsinin hündürlükləri arasındakı fərqi müəyyən edin. Yenə eyni şəkildir. Bu səfər K nöqtəsinin hündürlüyü biraz dəyişib. Yəni kəsmə yüksəkliyi yenə olacaq 150 metr. İndi gəlin hesablayaq K-nın mütləq hündürlüyünü. Bura 0, bura 150, bura 300, burada olacaq 450. K 450-dir. A'ya baxırıq, yenə bura 0, bura 150, bura 300, bura 450. Bunlar eyni mütləq hündürlüyə malikdirlər. Aralarındakı hündürlük fərqi təbii ki 0 olacaq. Daha asan yolla necə həll edə bilərdik? Baxırıq, K və A eyni horizontalın üzərindədir. Deməli, eyni horizontalın üzərində yerləşdiyi üçün mütləq hündürlükləri də eyni olacaq. Yəni, K da 3-cü horizontalın üzərindədir. Eyni horizontal deməyək, yəni hündürlük olaraq eyni olacaq da. K da 3-cü horizontaldadır, A da 3-cü horizontaldadır. Ona görə mütləq hündürlükləri eyni olacaq və eyni olduğu üçün aralarındakı hündürlük fərqi də təbii ki 0 metr olacaq. Yəni kəsmə yüksəkliyi tapmadan da biz bunu şifahi şəkildə həll edə bilərdik. Deməli, doğru cavab oldu C variantı. Bu videoluq bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Hər birinizə uğurlar arzu edirəm. Gələn test tapşırıqlarında görüşmək üzrə. Sağ olun.